məktəb direktorlarımızı da bizim işimizə əsas dayaq verən məktəb direktorlarımızdan İlqar müəllim Palıbov buyursun, Şəvəli Gimnaziyasının rəhbəri. Millət vəkilləri, dəyərli alimlərimiz, dəyərli şəhid ailələri, şəhid anaları, bugün sizlərin hər birinizi Seyid Cəfər Pişəvər adına Respublika Humanitar Fənlər Gimnaziyasının kollektivi adına salamlayır və burada sizinlə bu gözəl məclisi paylaşdırma məmurluq hissi keçirdim. Bəli, bugün məktəb idarə etməsi sözün əsl mənasında böyük bir fədakarlıq istəyir və bu məktəb idarə etməsində ən böyük hesab edilən yollardan biri, ən doğru yollardan biri ictimai idarə etmədir. Bəs bugün Pişəvəri Gimnaziyasında idarə etmə, bu idarə etmə prinsipinə sökənir, əsaslanır və ictimai idarə etmə məktəbdə əsas prioritetdir və bizim məktəbdə diqqətinizi onu çatdırmaq istəyirəm ki, Valideyn Müəllim Assosiasiyasından əlavə şagird özünü idarə təşkilatı fəaliyyət göstərir. Eyni zamanda kiçik akademiya fəaliyyət göstərir ki, bunlar hər biri məktəbdə ictimai idarə etmə tərəfləri olaraq bizim ümumi idarə etməyə dərindən yardım və köməyini hər zaman göstərir. Bugün fəxarətlə qeyd etmək istəyirəm ki, Valideyn Müəllim Assosiasiyasının bir parçası olmaq, bu ailənin üzvü olmaq bizim üçün də çox xoşdur və məktəbə təyin olduğum gündən bu günə qədər çalışmışam, hər bir mənada asosiasiyanın yanında olub. Çünki hesab edirəm ki, asosiasiyanın məktəbdə fəaliyyəti birbaşa şagirdlərimizə dəstəkdir və bayaq hörmətli professorumuzun dediyi məktəb-ailə əlaqələri üçün ən vacib bir vasitədir. Çünki birbaşa ailələrimiz məktəblərdə şagird idarə etməsində, məktəb idarə etməsində, müəllimlərlə münasibətdə yaxından təmas qularaq bu ümumi fəaliyyətimizin bir hissəsi olurlar, bir parçası olurlar. Mən bu kollektivə Şahin müəllimin başçılığı ilə, rəhbərliyi ilə uzun illər uğurlar arzulayıram. İnanıram ki, bu asosiasiya hələ bundan sonra da sıralarını genişləndirəcək və növbəti 2 il üçün Şahin müəllim sizə və kollektivimizə uğurlar arzulayırıq. Teşekkür ederim.